Yenə qəbul suallarından birinə baxaq və yenə də piramida məsələsinə baxaq. Deməli deyir ki, düzgün dördbucaqlı piramida. Düzgün dördbucaqlı piramida, yəni düzgün dördbucaqlı deyirsə, oturacaq olacaq kvadrat. Düzgün dördbucaqlı piramidanın olsun bu şəkildə şəklimiz. Hündürlüyü h-dır. Hündürlük h-dırsa, hündürlük bilirik də oturacağın mərkəzinə çəkilir. Olsun hündürlüyümüz h. Və apofemlə fi bucağı əmələ gətirir. Apofem yan üzün hündürlüyüdür. Böyük bizə yəni özü şərtdaş verib. Deməli və apofemi isə deməli apofemlə fi bucağı əmələ gətirir. Fi bucağı bəs haradır? Harda fi bucağı əmələ gətirir? Apofem baxın bura. Apofemlə bax bura fi bucağıdır. Bu bucağımız. Fi bucağı əmələ gətirir. Bunları belə birləşdirsəm, əgər tərəfdən gəlirsə, yadımızda qalsın. Əgər piramidada hündürlüyü tərəflə birləşdirirəmsə, daxilə çəkilmiş çevrənin radisi olur. Mən hündürlüyü təpə ilə birləşdirirəmsə, xarici çəkilmiş çevrənin radisi olur. Yadda qalsın. İndi deməli olacaq bura daxilə çəkilmiş çevrənin radisi. Bizdən piramidanın həcmini istəyir. Burada hündürlükdür deyə əlbəttə ki 90 dərəcə. İndi biz piramidanın həcmi V bərabərdir 3/1, S oturacaq, vurulsun H. H-ı özü H verib onsuz da. Bu H dəyişilməz olaraq qalacaq. Bundan işim yoxdur. Mənim işim oturacağın sahəsi, oturacaq kvadratdır, düzgün dördbucaqlı deyir. Düzgün dördbucaqlısı oturacaq kvadratdır. Deməli, kvadratın tərəflərinə A yazsam, onda daxilə çəkilmiş çevrənin radiusu olacaq tərəfin yarısı kvadratda. A bölünsün 2. Onda oturacağın sahəsi A-nın kvadratı olacaq, vur H. İndi bax, mənim A şərtdə verilməyib. Mənə verilən fi-dir, bir də H-da. Variantlar da elə fi ilə H-la bağlıdır. Bəs A-nı nə ilə əvəz edə bilərəm? Baxaq. Düzbucaqlı üçbucağımıza qaydaq. Düzbucaqlı üçbucağımıza qayıtsaq, orada diqqətli olsaq, A bölü 2-nin qarşısındakı bucaq fi bucağıdır. Bilirik ki, bucağın qarşısındakı katetin bitişik katete, bucağa bitişik katete olan nisbəti bizə verir tangensi. Yəni tangens fi bərabərdir A bölünsün 2 böl H. Yəni A bölünsün 2H. Buradan A-nı tapsam, A bərabər olacaq 2H vurulsun tangens fiyə. Mən daxil həcmdə 3/1 A kvadrat H idi. Onda V bərabər olacaq 3/1 A kvadratının yerinə qoyacağım 2H tangens fi'nin kvadratı vurulsun H. Buradan da hesablama eləsək 2'nin kvadratı 4, 3/4. H-ın kvadratı buradan olacaq. Onu da H-a vuranda H-ın kubu tangensin kvadratı fi. 3/4 H kubu tangens kvadratı fi. Cavabımız olacaq A variantı.